Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve salatu ve selamu ala Resulillahil amin. Seyyidina ve nebiyyina Habibi ilahil alamin. Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibin tahirin el masumin el mukerremin. Siyyemel hüccah beqiyetillah fil aradin. روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي أيها المسلمون أوصيكم ونفسي بتقوى الله. Allah'ın salamı, rəhməti və bərəkəti olsun hər birinizin üzərinə. Dəyərli müsəlmanlar, möminlər, özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allahın haramlarından uzaq durmaq, Allahın vacibatlarına əməl etməkdir. Allah Teala bizləri təqvalı, müttəqi bəndələrindən qərar versin inşallah. Cümə günüdür, bir araya toplaşmışıq. Cümə gününün məqsədi zaten bir araya toplaşıb, bir-birimizə xüsusən cümə namazında tövsiyə eləməkdir və xütbə eləməkdir. Bizim də inşallah bugünkü xütbəmiz, mən deyərdim ki, çox mühüm bir mövzulardan biridir ki, insanlar bəzən bundan xəbərsiz olurlar, bir ömür yaşayırlar, amma xəbərsiz olaraq, hətta dünyasını dəyişirlər, bundan xəbərsiz olaraq dünyasını dəyişirlər. Bu da insanın daxilində olan gücdür. İnsanın daxilində olan gizlənən, misilsiz bacarığı və potensiyalıdır ki, bəzi insanlarda bir ömür boyu o ortaya çıxmır. Çünki İnsan onu çıxartmalıdır. O qüvvə insana verilib, insan onu ortaya qoymağı bacarmalıdır. İnsan balaca bir varlıq deyil, insan böyük bir varlıqdır. İnsan o qədər böyük bir varlıqdır ki, Allah insanı yaradandan sonra öz yaratdığına əhsən deyir. Əhsəndir. Yəni, insan yaradılmışın şah əsəridir. İnsan balaca bir varlıq deyil. Bakın Allah Teala Kur'an-ı Kerim'de buyuruyor ki وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمِ Biz Bəni Adem'i şərəfli və hörmətli etdik. وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ Deyir, Allah Teala buyurur ki davamında, onları quruda ve suda olan her bir şeye sahip qərar verdik. Hər bir şey insanın ixtiyarında qərar verdik. وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ Pak şeylərdən onlara ruzu verdik. Və فَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِمَّا خَلَقْنَا تَفْضِيلًا Və yaradılmışın əksəriyyətindən insan övladını üstün qərar verdik. Allah Teala insana deyir ki, ey insan, mən səni uca qərar vermişəm. Mən səni böyük qərar vermişəm. Sən özünü kiçik bilmə. Baxın, burada bir incə nöqtə var. İnsanın təvazu eləməsi ilə özünü aşağılaması fərqli şeylərdir. Bir var ki, insan özünü aşağılayır, özünü aşağı görür. Bu çox qınanılan bir şey, pis şeydir, qınanılan bir şeydir. Qəbul olması bir şeydir. Həm dinimizdə qəbul olunmur, həm də ki, psixologiyada da qəbul olunmur ki, insan özünü aşağılasın. İnsan özünü aşağılasa, çox pis nəticələrlə nəticələnə bilir. Amma təvazu nədir? Təvazu, məndə bu güc var, mən bundan öyünmürəm. Məndə bu üstünlük var, amma bunu digərlərinə qarşı aşağılamaq üçün istifadə eləmirəm. Elə ona görədir ki, Allah Teala Kur'an-ı Kerim'de buyurur ki, bakın Kur'an-ı Kerim'de Allah Teala insana öz ruhundan üfürmesi hakkında danışır. Bismillahirrahmanirrahim.
Və idə səvvəytuhu fənəfəxtu fihi min ruhi. Allah Teala buyurur ki, mən ona surət verdim, insana surət verdim və sonra öz ruhumdan üfürdüm. Yəni bizdə Allahdan ilahi bir güc var. İnsan o gücü ortaya qoymağı bacarmalıdır. Ondan sonra əmr elədim ki, səcdə eləyin. Amma bu ayə ki var, Allah deyir ki, mən ona öz ruhumdan üfürdüm. İnsan çox qürrələnməsin deyənə bu ayədən əvvəl bir ayə deyir. Mən birinci, sonraki ayəni oxudum, bizə aydın olsun, amma bundan əvvəl bir ayəni deyir. وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ هَمَاءٍ مَسْنُونٍ. Buyurur ki, xatırla ki, Rəbbin mələklərinə demişdi, mən bir bəşər yaradıram, mən bir insan yaradıram ki, o insan quru və qoxumuş palçıqdan yaradıram o insanı. Yəni, bir tərəfdə deyir ki, öz ruhumdan üfürürəm, bir tərəfdə deyir ki, nədir? Palçıqdan, iyilənmiş palçıqdan yaradıram. Yəni, insanda o üstünlüyü var. Amma o üstünlüyü də Allahdan bilməlidir. Ruhu üstündür, amma cismi üstün deyil. Ona görə insan cisminə üstünlüyü versə, dünyaya üstünlüyü versə, ruhu xəstələnəcək, ruhu geridə qalacaq. Allah Teala insanı yaradarkən nə deyirdi? لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Allah Teala Tin surəsində buyurur ki, biz insanı ən gözəl şəkildə yaratmışıq. ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ. Ondan sonra aşağılardan aşağıya indirdik. Yəni, o insanda o üstünlüyü var, aşağıya indirdik, dünyaya gətirdik. İnsanın vəzifəsi nədir? Təzədən o ucalığa, təzədən o üstünlüyə qalxmalıdır, o üstünlüyü qazanmalıdır. Allah bizə çatdırır ki, mən onun ruhumdan üfürmüşəm. Amma torpaqdan da yaradmışam. Ona görə də bir tərəfdən qürrələnməsin, bir tərəfdən də özünü aşağılamasın. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, وَفِي نَفْسِكُمْ أَفَلَا تُبْصِرُونَ. Sənin özündə, Allah Teala buyurur ki, sənin varlığında, sənin nəfsində əlamətlər var. Amma sən onu görə bilmirsən. Sənin varlığında Allahın əlamətləri var, sən kiçik deyilsən, öz dəyərini bilməlisən. Ona görə də Peyğəmbərimiz buyurur ki, Əl-mu'minul qavi xayrun və əhəbbu ilallah minəl mu'minil dayif. Buyurur ki, güclü mömin, zəif mömindən daha xeyirlidir. Güclü mömin, zəif mömindən Allahın yanında daha sevimlidir. Niyə? Güc təkcə qol gücündən getmir. Peyğəmbərimiz buyurur ki, ən güclü şəxs odur ki, qəzəbləndiyi zaman qəzəbin idarə edə bilsin, kontrol edə bilsin. Qəzəbi bunu idarə eləməsin. Güc təkcə qol gücü deyil, bəlkə də güc deyiləndə ən axırıncı qol gücü nəzərdə tutulur. İnsan müminin mənəvi gücü, müminin iradə gücü möhkəm olmalıdır. Ona görə də insan bu potensialın ortaya qoymağı bacarmalıdır. Məsəl üçün, bəzən biz görürük ki, bir insanda hər hansı bir qüsur var. Məsəl üçün, gözləri görmür. Biz bilirik ki, gözləri görməyən adətən necə olur? Qulaqları daha yaxşı eşidir. Gözləri görməyənin hissiyatı daha çox olur. Bu o demək deyil ki, Allah ona bu gözləri görmədiyinə görə xüsusi bir bacarıq verib ki, qulağı yaxşı eşidib. Yox. Onun gözləri görmədiyinə görə o potensialını inkişaf elətdirib. Qulağındakı funksiyanı inkişaf elətdirib. Əllərin hissiyatını inkişaf elətdirib. Bu bacarıq hamımızda var. Amma biz ona ehtiyac duymamışıq deyə o qədər inkişaf elətdirməmişik. Amma bu bütün funksiyalar, bütün üstünlüklər insanda var. Ona görə buyurur ki, ey insan, öz qədrini bil. Özü balaca bir şey zənn etmə. Baxın, yaxşı bir misal var. Çox xoşum gəlir bu misaldan. Buyurur ki, təsəvvür edin bir dənə
ağıllı telefondur. Görürdə əlimizdəki əksəriyyətin telefonları ağıllıdır. Bunu bir dənə qoca bir dənə baba işlədir. Qoca baba işlədir. Qoca baba üçün bu nədir? Bir dənə yesi və nosudur. Ən uzağı bir dənə nəvələri kömək eləsə şəkil çəkə bilir. Amma bu telefonda nə qədər funksiyalar var? Hələ biz cavanların belə bilmədiyi nə qədər funksiyalar var ki, biz tam belə bəlkə də istifadə edə bilmirik. O biri ona deyəndə görür ki, məsəl üçün bir dənə ağsaqqaldır, məsəl üçün iPhone 17 alıb, ancaq yes-no üçün. Ona nə deyirlər? Biri cavanın biri desin, bu məndə olsaydı, sən nə edərdim? Sən nə qədər şəkili yaxşı çəkir, nə bilim funksiyası var, ağıllı telefondur, bətinləri birləşdirir, nə bilim süni intellekti bu cür nə belə. Amma həmin o qoca baba ondan istifadə eləmir. Bizim həyatımızda buna bənzəyir. Bizdə nə qədər funksiyalar var, bizdə nə qədər üstünlüklər var, nə qədər potensiallar var, ruhumuz nə qədər inkişaf eləməlidir. Biz hələ yes-no-da qalmışıq. Biz elə bilirik ki, hələ bir dənə namaz qıldıq, ibadət elədik, biz böyük bir şey eləyirik. Rəhmətli Hacı Şahın bir misalı var idi, deyirdi ki, Allah rəhmət eləsin. Deyirdi ki, bəzən bir təyyarəçidir, təyyarəni sürür ancaq yerdə. Təzə başlayıb da öyrədiblər buna, sürür. Bu elə ki, böyük bir şey eləyib. Amma ona gəlin müəllimi deyir ki, bu təyyarə bu yerdə sürmək üçün deyil. Ola bilər çoxunun eləmədiyini eləyirsən. Hansı birimiz burada təyyarəni sürüb? Ola bilər bir nəfər, iki nəfər olsun. O da olsa. Amma onu heç kim eləyə bilməyib. Amma üstünlük o deyil. Üstünlük o təyyarəni göyə qaldırmaqdır. O təyyarəni göyə qaldırmaqdır üstünlük. Ondan da üstünlük nədir? O təyyarəni göyə qaldırıb, hədəfə çatıb, lazım yerdə, düzgün yerdə eniş eləməkdir. İnsanın potensialı da bu cürlədir. İnsan bu dünyaya oynamaq üçün gəlməyib, başını qatmaq üçün gəlməyib. İnsanın hədəfi var. İnsan hədəfinə doğru addımlamalıdır. Muhammed və Ali Muhammedə salavat edək. Baxın, əksər satılan kitabların ən çoxu indiki dövrümüzdə motivasiya tipli kitablardır. Yəni, insanı motivasiya eləyir, ruhu cəhətdən nə bilim gücləndirir, həvəsləndirir, işinə, nə bilim ticarətinə, sağlamlığına, bunlara xidmət edir bu kitablar. Ki, məsələn deyir ki, bu motivasiya kitabıdır, insanda həvəs yaradır, işə, həyata falan. Nə üçün? Hətta bir dənə kitab var idi, səhvlərimizsə adı bu cür nə idi? İçindəki divi oyat. İçindəki divi oyat. Yəni sənin içində bu müsəlman deyildi, səhv eləmirəm onu yazan. Yəni içində sənin böyük bir qəhrəman var. Sən onu oyat. Sən bu dünyada balaca deyilsən. Özünü ola bilər bir balacalaşdırmısan, amma Həzrət Əli əleyhissalam mən bir şeirin oxuyacağam. Elə xütbəmi də əslində bu şeir üzərində belə deyə qurmuşam. Bəlkə də bütün motivasiyalardan da üstündür. Hamısından üstündür. Nə qədər psixoloji dəstək kitablar var, hamısından üstündür deyərdim. Həzrət Əli əleyhissalamın bir neçə misralıq şeiri. Həzrət Əli əleyhissalam buyurur ki, insanın daxili gücü haqqında danışır. Həzrət Əli əleyhissalam buyurur ki, dəvəukə fikə və mə təş'uru. Buyurur ki, sənin dərmanın səndədir, amma dərk eləmirsən. Sənin dərmanın səndədir, sən xəbərsizsən. İndi tərcüməsinin hər bir haqqında qısa da olsa deyərəm. Və dəvəukə minkə və mə tənzuru. Sənin dərdin də səndəndir, amma görmürsən. Ətəhsəbu ənəkə cirmun səğir. Sən elə bilirsən ki, kiçik varlıqsan. Və fikə intəvə əl-aləmul əkbər. Halbuki sənin daxilində böyük bir aləm gizlənmişdir. Və əntəl kitab əl-mubin əlləzi bi əhrufihi yədhurul muzmər. Sən elə açıq-aşqar bir kitabsan ki, onun hərfləri ilə bütün gizlinlər ortaya çıxar. Və mə həcətun ləkə minəl xaric. Sənə xaricdən bir ehtiyac yoxdur. Sənə xaricdən gələcək heç bir şeyə ehtiyac yoxdur. Və fikrukə fikə və mə tusdir. Çünki sənin düşüncən də, səndən çıxan hökmlər də sənin öz içindədir. Biz baxaq bu
bir bu misralara baxaq. Birinci misrada ki, sənin dərdinin dərmanı səndədir. Xəbərsizsən. Yəni, sənin öz daxilindən öz məsələvi həll eləməlisən. Sənin özündədir. Sənin problemlərin əksəriyyəti sənin içindədir. Baxın, əksər xəstəliklərin çoxu, əksəriyyəti insanda olan stres, dərd, qəm, nigarançılıq, qorxu bu şeylərdən yaranır. Bu şeylərdən yaranır. Yəni demək istəyir ki, sənin dərdinin də, bu digər şeydə nədir? Dərdin də səndədir. Yəni bu problemlər də səndədir. Bu problemlərin həlli də səndədir. Amma sənin bundan xəbərin yoxdur. Sən hesab edirsən ki, kiçiksən. Özü əhəmiyyətsiz hesab edirsən. Elə bilirsən ki, bu dünyaya gəlmisənsə, hələ heç nə sənin üçün deyil. Hələ hər şey sənin üçündür. Allah Teala nə buyurur? Hər bir şey insan üçün, insanı da özüm üçün xəlq eləmişəm. Sənin daxilində böyük bir aləm var. İnsan haqqında nə deyirlər? İnsan haqqında deyirlər ki, Əl-insanu aləmun səğir. İnsan kiçik bir aləmdir. Kainat haqqında nə deyirlər? Əl-aləmu, aləm, kainat isə Əl-aləmu insanun kəbir. İnsan isə, aləm isə balaca bir insandır. Balaca bir insandır. Ona görə də insanın daxilində, əksər şeylər insanın daxilindədir. İnsan öz içində çox şeyi həll eləməlidir. Baxın, nə qədər olub ki, məsələn, biri tövbə eləmək istəyir. Baxın, nə qədər olub da tövbə, burada gətirirlər bəzən. Bəzən az qala döyə-döyə gətirirlər. Bəzən az qala söyə-söyə gətirirlər ki, tövbə elə. O insanın içində olmadıqca onun xeyri yoxdur. İnsan içindən dəyişməlidir. İçindən də. Ona görə Həzrət Əleyhisselam ki, mə həcətə ləkə minəl xaric. Xaricdən sənə bir şey ehtiyac yoxdur. Sənin hər şey içindədir. Kimsə gəlib sənə təsir eləyir ki, sən filan şeylə sən içində həll eləmədikcə, Allah Teala Quranda nə buyurur? Ya Peyğəmbər, sən onlara nə desən də qorxmayacaq, xeyri yoxdur. Çünki qəlbləri möhürlənib, içəridən bağlanıb, içəridən bloklanıb olar. Ona görə onlara xeyri yoxdur. Ona görə də insan içərisindən həll eləməlidir o şeyləri. O məsələləri içərisindən həll eləməlidir ki, məsəl üçün, məşhur psixolog Abraham Maslow, humanist psixologiyanın banisidir. Onun bir sözünü mən oxumaq istəyirəm. Buyurur, deyir ki, insanın ən yüksək ehtiyacı, ən böyük ehtiyacı öz potensialını tanıması və öz potensialını ortaya çıxarıb gerçəkləşdirməsidir. İnsanın bu dünyada Allah elə bir şeylər insan üçün yaradıb ki, ona görə xütbəmin əvvəlində dedim ki, əksəriyyətimizin, bəlkə dünyanın çox hissəsinin bu şeylərdən xəbəri yoxdur və yaşayır və hətta ölür, dünyasını dəyişir, elə gedir. Bu potensial da onunla birlikdə qəbrə gedir, istifadə eləmir, heyf olur. Elə bir əlində sərmayən var, şəraitdə var, amma istifadə eləmirsən. Ona görə də, baxın, qiyamətin günündə cəhənnəmin bir dənə, deyir ki, dərəsi var, belə deyir ki, bir dənə mərhələsi var. İnsanların ən çox əziyyət çəkdiyi yer ora olacaq. Oranın dərəcəsi mi çoxdur? İstiliyi mi çoxdur? Yox, ona görə yox. Ona görə peşman olacaq ki, baxacaq ki, ona göstərəcəklər ki, sən nə ola bilərdin, amma gəlmirsən nə olmusan. Sən haralara qalxmalıydın, haralarda pərvaz eləməliydin, haralarda, hansı zirvələrdə uçmalıydın, gəlib yerdə sürünürsən, cəhənnəmin dərəsinə gəlib çıxmısan. Ona görə qiyamətin adlarından biri budur ki, yəvmun nədamə, yəni peşman olunan gün, peşmançılıq günü, qiyamətin günündə insanlar bu şeylərə görə peşman olacaq. Onda biləcək ki, qiyamətdə biləcək ki, Allah mənə nələr vermişdi, mən nələr eləyə bilərdim. Təbii ki, bunlar birbaşa birdən-birə olmur, yavaş-yavaş olur. Pillə-pillə olur. Allah Teala bizləri öz potensialımızı ortaya qoyan şəxslərdən və daim inkişaf edən şəxslərdən qərar versin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar. İnne şani'eke huvel abtar. Sadaqallahul aliyyul azim. Salavat edin. Xutbənin yerlərimizi ilahi
təsir qoymağına Peyğəmbər və Ali Peyğəmbərə salavat zikr edin. Anamız Xanım Fatıma Zəhra salamullahi aleyha pak müqəddəs ruhuna salavat zikr edin. Zəmanə imamının salamatsızlığına, zuhur şəhərinə salavat Peyğəmbər. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا حبيب إله العالمين أبي القاسم المصطفى وعلى أمير المؤمنين علي بن أبي طالب عليه السلام وفاطمة الزهراء والحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلوات الله عليهم أجمعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين وجميع عباد الله الصالحين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أوصيكم ونفسي بتقوى الله. Əziz müminlər, değerli müsəlmanlar, qardaşlar, özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allahın hədlərini qorumaq, o hədlərdən kənara çıxmamaqdır. Allah Teala Qur'an-ı Kərimdə Rəd surəsinin 11-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. İnnəllah la yugayyiru ma biqavmin hatta yugayyiru ma bi anfusihim. Bu ayə bizim cəmiyyət olaraq hər birimizə aiddir. Toplu vəziyyətdə olaraq cəmiyyətimizə aiddir və fərd olaraq da hər birimizə aiddir. Ayə nədir? Ayə buyurur ki, hər hansı bir tayfa, hər hansı bir qövm nəfsində, özündə olanları dəyişmədikcə, Allah da onlarda olan halı dəyişməz. Yəni bir cəmiyyətin, bir fərdin, bir toplumun dəyişməsi üçün onlar özləri cəhd eləməlidir. Onlar özləri çalışmalıdır. Hələ oturum, mən deyim ki, Allah bizi düzəltsin, dua edim, yox. Səndən hərəkət olmasa, məndən bərəkət olmayacaq, deyər Allah bizə. Adama belə deyərlər. Səndən hərəkət olsun ki, məndən bərəkət olsun. Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim. وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا إِنَّ اللّٰهَ لَمَعَ الْمُحْسِنِينَ. Buyurur ki, bizim yolumuzda, bizim uğrumuzda çalışanlar, cihad edənləri, belə deyək, tər tökənləri, xidmət edənləri, çalışanları nə edərik? Öz yollarımıza hidayət edərik, özümüzə qovuşdurarıq. Həqiqətən Allah yaxşılıq edənləri sevir. Yəni, insanın dəyişməsi insanın özündən asılıdır. İnsan dəyişmədikcə Allah onda bir şeylər dəyişməyəcək. Baxın, məsələn, ola bilər ki, bir nəfərdir, elə 100 il yaşasa elə eyni adamdır. 100 ildə namaz qılsa eynidir. Amma namaz eyni görsənsə də, namaz pilləkən kimidir. Namaz insanı qaldırmalıdır. Biz xarab olmuş lift kimi ortada qalmamalıyıq. Namaz bizi qaldırır. 40 ildir namaz qılıram, məsəl üçün, heç bir xeyri yoxdur. Hələ qalmışam elə eyni yerdə, yox. Həzrəti Peyğəmbərdən də deyirlər bu hadisi, İmam Cəfər Sadiq əleyhissalamdan da deyirlər. Buyurur ki, hər kimin 2 günü eyni olsa,
zərər eləmişdir. 2 günü eyni olsa. Baxırsan ticarətçidir, baxır ki, dünənlərdə məsəl üçün 1000 manat ki, alverim olmuşdu, bu gün də 1000 manatdır. Deyir ki, yox, bu günləri yaxşı olmayıb. İnsanın ömrü də bu cürünə olmalıdır. İnsan ömrünə də, həyatına da bu cürünə baxmalıdır. Ona görə buyururlar ki, 2 günü eynidirsə, zərərdədir. Davamında nə buyurur? Kimin sabahı bu günündən pis olarsa, aldanmışdır. Baxır ki, bu günləri 1000 manat qazanmışam, dünənləri 1200 qazanmışdım. Ziyana getmişəm, aldanmışam. İnsanın həyatı da bu cürünədir. İnsan daim inkişaf eləməlidir. Daim üstünə qoymalıdır. Ondan getməməli, torbasından azalmamalıdır. Ona görə buyurur ki, sən özün o dəyişikliklər, özün hərəkət eləməlisən. Özün hərəkət eləməlisən. Özün hərəkət eləməsən, onunla heç bir qətiyyətin olmasa, özündə, hər insan bilirdi özündəki nöqsanı. Hətta hədisin davamında deyir ki, hər kəs öz nöqsanını bilsə, nöqsanını aradan qaldırmaq üçün çalışmasa, nədir? Ölüm ondan yaxşıdır, ölməsi ondan yaxşıdır. Niyə? Çünki bir adamın nöqsanı varsa, demək nədir? Ruhunda problem var. Ruhu da yavaş-yavaş ölürsə, bu, belə deyə, bunun heç marağına deyil ki, bundan pis əməllər xaric olur, günah eləyir, bunun vicdanı sızlamırsa, artıq bunun ruhuna Fatihə verilir. Neynəmə, hələ ruhu ölübsə, buyurur ki, hələ cisminin də ölməsində bir problem yoxdur. Salavat hədiyyə eləyək. Ona görə də ayə bizə nə edir? Buyurur ki, dəyişiklik səndən başlayır. İstəyirsənsə dəyişiləsən, istəyirsən ki, məsəl üçün cəmiyyətdə hər hansı bir günah olmasın, birinci özündən başlamalısan. İkinci kimdən? İkinci ailəndən başlamalısan. Allah Teala Quran-ı Kərimdə buyurur, Bismillahirrahmanirrahim, Təhrim surəsində 6-cı ayədə. Bismillahirrahmanirrahim, Ya eyyuhəllədinə əmənu, qu ənfusəkum və əhlikum naran və quduhən-nas vəl-hicərə. Buyurur ki, ey iman gətirənlər, özünüzü qoruyun və əhlinizi qoruyun. Nəydən? Yanacağı insan və daşlardan olan cəhənnəm odundan özünüzü qoruyun. Yəni, birincisi özünüzü deyir. Özünü qorumasan, təsəvvür elə özün yanırsan, amma nədir? Amma digərlərinə kömək eləməz. Birinci özü söndürməlisən, sonra digərlərinə. O hansı bir filmdə var idi, belə bir fragman keçirdi, bölüm keçirdi. Deyirdi ki, səhv eləmirəmsə, bunun qızına elçi gəlir. Bu kiməsə yaşlı pulu olmur, kasıb, bu özü də kasıbdır, kasıba kömək eləmək istəyir. Deyir ki, təyyarəyə minmisən heç? Deyir, bəli, deyir, təyyarədə nə deyir? Bir qəza baş verdiyi zaman birinci o nəfəs alətini özünüz taxın, sonra yanınızdakına kömək edin. Maskanı birinci özünüz taxın, ələk qazdı nədir, bilmirəm, o həmin aləti, hava aləti. Birinci özünüz taxın, sonra yanındakına kömək edin. Bəli. Onu insan da bu cürlədir. Allah da deyir ki, birinci özü qoru, sonra digərlərinə, yəni ailəvi qoru cəhənnəm odundan. Yəni birinci sən özündə dəyişiklik eləməlisən. Özündə dəyişiklik eləməsən, digərlərində islah edə bilməyəcəksən. İslah edə bilməyəcəksən. Allah Teala Quran-ı Kərimdə buyurur ki, Bəqərə surəsinin sonuncu ayəsində buyurur ki, 286-cı ayəsində. Bismillahirrahmanirrahim. Ləhə mə kəsəbət və aleyhə məktəsəbət. Buyurur ki, hər kəsin qazandığı yaxşı əməl də özünədir, hər kəsin qazandığı pis əməl də özünədir. Yəni, insan, məsəl üçün danışırıq da bir, təxminən yarım saata yaxında danışırıq. Yəni, nəticə bu sonunda bunu deyə bilərik ki, insanda potensiyalı Allah qoyub. Amma bir tərəfdən deyir ki, bunu inkişaf elətdirsən də sən elətdirmirsən, özüə xeyirdir. Bunu eləməsən də ziyanı sənədir. Yəni, sən bu dünyaya gəlmirsən, istəyirsən istifadə elə, istəyirsən eləmə. Amma istifadə eləyənlər də olacaq, istifadə eləməyənlər də olacaq. Peşman olanlar da olacaq, az peşman olanlar da olacaq. Allah Teala bizləri az peşman olan
şəxslərdən qərar versin. İnsan bu dünyada öz qədrini, qiymətini bilməlidir. Həzrət Əli əleyhissalam buyurur ki, qadrul raculi qadru himmətihi. Hər bir kişinin, hər bir şəxsin qiyməti, dəyəri onun himməti qədərdir. Himməti qədərdir. Məsələn, bəzi insanlar var ki, daim özünü inkişaf elətdirir. Daim irəli gedir, hədəfləri böyüdür. Ancaq inkişaf eləmək istəyir. O psixologlardan biri dedi ki, hətta hədəfiz o qədər böyük olsun ki, biri biləndə ki, sənin hədəfin filan mərtəbədir məsələ üçün, filan yerə çıxmaqdır, deyir, sizə gülsünlər. Amma qoy hədəfin o qədər böyük olsun. İnsan hədəfi qədər böyüdür. İnsan məqsədi qədər böyüdür. Nə qədər böyük olarsa, ona görə də buyurur ki, kişinin qiyməti, şəxsin qiyməti, hər hansı bir insanın qiyməti onun himməti qədərdir. Yəni, əzmi qədərdir, çalışmağı qədərdir. Hər kəsin davamında buyurur ki, və qiymətu kulli imri'in, hər bir kəsin dəyəri də onun yaxşılığı qədərdir. İnsan nə qədər yaxşı olar. Baxarsan ki, cəmiyyətdə məsəl üçün insanlar var, məqsədi nədir? Məsəl üçün ev tikim. Məqsəd ancaq budur ki, ev tikim. Ev nədir? Ev vasitədir. Və yaxud da maşın alım. Maşın alı yaxşıdır, ev də yaxşıdır, hamısı yaxşıdır. Amma hədəf deyil. Hədəf deyil ki, bir ömrü xərcləyəsən ancaq maşın almağa. Ancaq, çünki adı üstündə nəqliyyat vasitəsi. Bu vasitədir, hədəf deyil. Hədəfə çatmaq üçün bir vasitədir. Sən bu dünyaya gəlmirsən, yaşamaq üçün evin olmalıdır. Amma hədəfin bu qədər balaca olmasın. Məsələn, bəzən insan olur ki, deyir ki, qoy ancaq mənə yaxşı desinlər. Hər yerdə məni görsünlər. Hər dəyəri tapdıyır ki, ancaq mən. Yox, insan bu qədər kiçilməməlidir. İnsan o qədər böyüməlidir ki, qoy səndən göylərdə danışsınlar. Qoy Allah sənə əhsən desin. Xanım Xədicəyə Allah Teala Cəbrail əleyhissalamla Peyğəmbərə nazil oldu. Dedi ki, Allahu yugri'uha salam. Allah Fatiməyə, Allah Xədicəyə salam deyir. O görsün nə qədər böyük bir məqamdır. Və yaxud da xanımın mövludu ərəfələrində buyurur ki, Allah Teala xanım Fatimə anamızın qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur. Bir dənə bu hədis kifayət eləyər. Digər bütün hədislər olmasa belə, unudulsa, yansa, yoxa çıxsa, bir dənə bu hədis kifayət edir ki, Allah bir şəxsin qəzəbi ilə qəzəblənir, bir şəxsin razılığı ilə razılaşır. Bu da təsadüfi deyil, bu irsi bir şey deyil ki, gəlib, məsələn, buna bu məqam verirsinlər ki, bundan sonra bunun dediyi olacaq. Yox. Başqa bir hədisdə var ki, ya Həzrət Əli əleyhissalamdır, ya Peyğəmbərimiz deyir ki, mən heç vaxt görmədim ki, Fatimə Allahın qəzəblənəcəyi bir iş görsün və yaxud da Allahın razılığından xaric olan bir iş görsün. Ona görə də insan öz qədrini, qiyməti bilməlidir, hədəfin bəlli etməlidir ki, mən nə üçün bu dünyaya gəlmişəm, mənim hədəfim nədir? Bu hədəflərə çatmağın da yolu onun potensialını ortaya qoymasındadır. Allah Teala bizləri öz potensiallarımızı ortaya qoyan şəxslərdən qərar versin. Allahumma salli ala Muhammedin və ali Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ehad, Allahus samad, lam yalid və lam yulad və lam yekun lehu kufuven ahad. Vesselamu aleykum və rahmetullahi və berekatuhu. Əziz və dəyərli müsəlmanlar, cümləniz mübarək olsun.